Salam gənclər, belə bir misalımız var, kompüter şəbəkələrinə aiddir. Yaxşı, deyir ki, rabitə kanalı vasitəsilə neçə dəqiqə ərzində məlumatı ötürmək olar. Gəlin hesablayaq. Zamanın birinci yarısı dediyinə görə zamanımızı x ilə işarə edək. Yəni zamanımız olsun x. Zaman x-dirsə, birinci yarımız yarı deyir də, yarı neçə olar? Təbii ki, x bölünsün 2. X bölünsün 2-ni nə qədər sürətlə gedib? 4-lə. 4 megabit saniyə ilə də vururuq 4-ə. Üzərinə gələcək indi ikinci yarını. İkinci yarını nə qədər sürətlə gedib? 12 ilə yarı dediyinə görə yenə x bölünsün 2 vurulsun 12. Bunları indi neynəməliyik? Cəmləməliyik. Bir də sadələşdirmə aparaq. 2 ilə 4-ə sadələşdirmə aparaq. 2x üstəcələk 6x bərabərdir 300 megabayta. Yenə deyirəm, 300 burada megabaytdır. Bayt olduğuna görə bunu çevirməliyik bitə. Çünki axı bizə sürəti biti ilə vermişdi. Vuracaq 8-ə. 8x bərabərdir 300 vurulsun 8. Bu da edəcək. Demək, oradan da 8-lər ixtisar edir. X qalır ki 300-dür. 300 saniyədir. Bizdən cavabı dəqiqə ilə soruşduğuna görə biz burada saniyəni dəqiqəyə çevirməliyik. Yəni x bərabər olur 300 bölünsün 60-a. Yəni neçə dəqiqə? 5 dəqiqəyə. Sağ olun.